birinci versiyasıdır. Önce ellerimizi yere koyuruq. En birincisi bakın. Dirseklerimizi bura koyuruq. Sonra ellerimizi yere koyuruq. Bakarsınız birinci versiyası. Özünüzü uçak kimi, yani samolyot kimi gedirik qabağa, ayaqlarınız qalxdı. Bu ise bakarsanız ikinci versiyası. Burada texnika tam başqadır. Buradaki texnikada birinci dizimizin doğru gidersek dörtkünc hissəsini eyni qolumuzda ək hissəsini tapmalıyıq. Hansı ki qolumuzda da bura yapışır. Ellerinizle yoxlayın. Özünüz biləcəksiniz bu praktikamızda bunu. Ay sağ ol. O yapışan hissəni tapdıqdan sonra ellerinizi yere koyursunuz. Axı o hissə artıq orada qalıb, oraya yapışır. Düzdürmü? Sonra tazdan qalxdıq yuxarı. Birinci sağ ayağımızı yoxlayırıq. Sağ ayağımız artıq bu şekilde çok rahatdır ve sol ayağımızı yavaş kaldırırıq. Ve dediğim kimi o hissədə, çok güzel hissədə qaldı. Bu ikinci bakarsanadır. Bakarsana 3 versiyasını gələcəkdə öyrənmək istəyəcəksiniz. Bakarsana 3 hissə qolumuzun burasında yox, bu hissəsində qalır. Bura qoyuruq. Qolumuzun alt hissəsinə və əllər yerə burada. Qolumuzun alt hissəsindədir. Bakarsana 3 hissə artıq bu şekilde olur. Bakarsana 3 ve bakarsana artıq 4 bir əldə qalmağa çalışırıq. Bu qədər sadə.